Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mən gözəl əxlaqları tamamlamaq üçün göndərildim. Bütün gözəl əxlaqlar İslamdadır. İslamın gözəl əxlaqından Avropa götürüb istifadə edir. Amma unudurlar ki, əsl bu gözəl əxlaq İslamdadır. Bütün gözəllikləri İslam dəvət edir. Qonşusuyla, qohumuyla, ana, ata ilə, valideynlərlə, yəni hər kəslə. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qardaşının üzünə gülümsəməyin belə sənin üçün sədəqədir. Yəni insanı gözəl əxlaqa yönəltir ki, onunla sədəqə vəd edir ki, insanlar daim gözəl əxlaq olsunlar. Və hətta pis əxlaqdan çəkindirərək buyurur ki, "Vələv kunte fəzzan ğalizal qalbi lanfaddu min havlik." Əgər sən sərt qəlbli, kobud olsan, insanlar sənin ətrafından dağılışarlar. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anh deyir ki, nə vaxt ki Yahudi Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Əssəlamu aleykum, sizə ölüm olsun." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sizə də. Ayşə radiyallahu anh deyir ki, sizə də ölüm olsun, sizə Allahın lənəti olsun, söyür. Yəni lənətləyir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, sakitləş. Ayşə radiyallahu anh deyir ki, görmədinmi onlar sənə nə dedi? Deyir, bəs görmədinmi mən onlara nə dedim? Onlar mənə ölüm oxudu, mən dedim ki, sənə də. Oxuduğun nədirsə sənə olsun. Əlavəsini artırmadım. Sənə də ölüm olsun, lənət olsun demədim. Hətta Yahudi ilə belə gözəl əxlaqla davranırdı. Və gözəl əxlaq xeyrin ən gözəl açarlarındandır. Sən gözəl əxlaqlı olsan, həqiqətən Allah sənin əlində xeyirlərin açarını eləyər.